Gözəl vətənpərvər ziyalıdır, dəyərli insandır, dəyərli dostdur, dəyərli qardaşdır. Təbrizlə bağlı, Cənubi Azərbaycanla bağlı silsilə yazıların müəllifidir. Sayət tanı bayaq da dediyim, analar anası, butalar butası, sonalar sonası, gözəllər gözəli. Bizim ən sevimli xanımımız, bugünkü çağdaş poeziyamızın ən gözəl qadın şairi. Sağ olun Sadət xanım. Əzraq Mikail deyir ki, hər oğula oğul demə, oğul elə yana gərək. Hər oğuldan oğul olmaz, oğul doğan ana gərək. Mişlik elə bir ot bitər, kök üstə əslinə üzə. Yoxşan bəsləmək məqsədə. Mədət çoban oğlu olur. Mədət müəllim elə yarayan. Ömrünü, günlük xalqın xidmətinə həsr eləmiş bir insanım. Müşfiq doğrudur. İnanın Müşfiq orta məktəbi tezə qutarmış mənim haqqında. Yəni atalar deyir əllərinlə, pulluqlarla, varınla, hərə bir şeylə xalqına xidmət eləməlidir. Müşfiq xidmətini 5 il fadırdır. Yaddan çıxmışları, qurulmuşları, hamısını yada salır. Hamısının könlünü neçə illərlə unudulmuş, valla bizim baş geçib, Quşqarın olduğuna görə orada bütün şairlər də tam yaddan çıxmış. Qadın şairləri, qadın aşıqı, ondan sonra yaddan çıxan Alqarıydı, nə bilim, gəliyəndə Keçəl Darbazda alır, durnaçılar da tanımış. Müşfiq hamısını üzərə çıxır. Çox sağ olun Sadət xanım. Mən Müşfiqdən o qədər razıyam. Niyyəcə o nəsildən razıyam. Usta da mənə çox yardım. Müşfiq elə bilirəm ki, valla, dədəm olur, anam olur. En yaxın, özümün, mən o aliyi heç vaxt gen bilməmişəm. Həməşə özümə doğma yaxın bilmişəm. Tarixdən məlumdur ki, Darbaz kəndi generallar getirib, alimlər getirib, nə tərbim, yadda silinməyən zurnaçı, ağaraçı, nə bilim, aşıq, şair, birisi də Müşfiq. Ancaq Müşfiqi bir verdi, pir verdi. Allah atasının yurdunda Bərqərar olsun. Bərqərar eləsin. Amin. Nəinki 100 yaşını keçirək, 150 yaşını keçirək. Elə də ruhu şaddır bu Bu dəqiqə bir görür canım. Bəli, mədətlərimiz şaddır. Bir də ki, mən Müşfiq kimi oğul görmədim. Ata sevgisi, vətən sevgisi, ürəyə neçə sevgisi var. Ana sevgisi, bacı sevgisi, başlının oğlu yanında işləyir. Heç darxada olan anına yerdir o. Bu hər oğlun artıdır. Milyonçular var ki, istəyir, başını üstü gətirmişdir. Harada qalıb, üstü harada qalıb, anası harada qalıb, başının oğlu harada qalıb. Ancaq Müşfiq nəyin yaxın, yadında, Borçalının hər bir kəsini dayanır. Allah buna dayanır. Baş keçdiydim, ürəyim elə darıxmışdı. Atma düşdü. Bir də baxdım ki, Müşfiq mənim şeylərimdir. İndi nə arayım, bir duruşunu telefonla zəng vurub deyəcəm ki, çox sağ olaymış, çox yox. Buna bir namə göndərəcəm, məktub göndərəcəm. Çünki mən köhnəliyi sevərəm, ürəyim elə köhnəliyi. Onu birinci mən paylaşdım, bilirsən. Namə göndərdim. Yurdun divanəsi, dağlar qızı, apar var salammışdır. Ürəyində vətən dolu sevdası, qardaşım işdir, malammışdır. Alimdən dərs alıb, mədət çox. Alimdən dərs alıb, qiyməti beşdir, el deyil, yaxşılar həmişə başdır. Tarixə yazıldı, dillərə düşdü, oxşadı ürəkdə qalan Müşfiqə. Mahir bağban oldu eşqin bağına, ürəkdən bağlanıb bağına. Addaşı Müşfiq tək sənət bağına, qələm külündür çalan Müşfiq.
Sağ olun, var olun. Böyük kiçiyin yerini bildi. Akilin, nadanın dilini bildi. Ay buta, obasının elini bildi. Alqış qüdrətinə baralmış fiqə, qardaşımmış fiqə, balam. Var olun, var olun, sağ olun. 150 yaş. Ben Elmira Əhməd, Ulusal Cəmiyyətində Qadınlar Prosesi sədri, Xəzmə İctimaiyyətində sədr müavini. Mən Müşfiq Mədətoğlu, neçə illərdir tanıyıram. Onun necə vətənpərvər olduğunu, necə deyim, elinə, obasına, yanlışına şahidi olmuşam. Var olsun. Mən Müşfiqi çox istəyirdim, ancaq axır zamanlar Mədət Qurbanov xəstə olanda onun atasına olan sevgisini, yəni hədsiz sevgisini gördüm, daha da ona hörmətim birə beş altı. Allah onu var eləsin, elimizin reisi eləməsin, çəkyanlıqda olsun, var olsun, 100 il ömür arzu edirəm, şərəfli bir ömür, çox sağ olun, təşəkkür ederim. Müəllimlə bir yerdə sizdən orada oturur. Şehir Nusret Ramazanoğlu, Ruslarla pedagog insanlarını yazdım. İlk defa bu aileyle tanıştım. Medet mühendisi var. Medet mühendisi Allah rahmet eylesin. Hem sevimli müəllimim olur. Öz dilimizi, öz edebiyatımızı Medet müəllim, ərinliklərimizi bu gündə Medet müəllim böyük hisslərlə hatırlayırıq. Heç vaxt unutulmadı. Ben Koşmalı Meydanası Oğlu kimi neçə illərlə sağlığında birgə tanışam və Mədət müəllim rəhmətə gedəndən sonra da Müşfiq müəllimin fəaliyyəti o qədər geniş olub ki, o qədər əhatə olub ki, Borçalı ərazini deyəndə benim növbədə Müşfiq müəllimini düşünürük. Çünki Borçalının elə bir ərazisi, elə bir mühətti olur ki, Müşfiq müəllim burada səsi gəlməsin, Müşfiq müəllimin bunlarla bağlı bir ünsiyyəti olur. Mən Müşfiq müəllimə uzun ömür, can sağlıqlar bilirəm və həmişə üzüklər olsun, həmişə dost, tanış, yoldaşlar yanında üzük av necə ki var, daha da av olsun. Və uğurlara. Sağ olun. Müəllim, mən deyim, sonra rəisdə Razim müəllim əlavə edir. Razim müəllim də bizim xoşgülçilərdəndir. Razim müəllim mənim əziz müəllimim deyim, dostum deyim, qardaşım deyim, ustadım deyim. Razim müəllim Filava Gölməli namizədi assistenti, Pedaqoji Universitetin Ədəbiyyat Kafedrasının müdürüdür. Özü də əvvəlki ədəbiyyat kafedralarından deyil, onu da deyim. Əvvəl 4-5 dənə ədəbiyyat kafedrası var idi. İndi bütün ədəbiyyat kafedraları birləşib 2 dənə ədəbiyyat kafedrası var. Bütün ədəbiyyat kafedrasının müdürü bizim Razim müəllimdir. Gözəl insandır. Mən Razim müəllimdən mən fəxr edirəm. Razim müəllim keçən məclisimizdə də var idi və mən təkrar edirəm, xahiş edirəm ki, bizim tələbə yoldaşlarımız burada olduğunu nəzərə alaraq təkrar edirəm. Var olun. Nə əlavəniz var, elə bilər. Bundan əvvəl deyilənlərə qoşuluram. Müşfiq deyəndə Borçalı yararsın və Borçalının da bütün yüzlərini demək olar ki, hər sahə üzrə elə doğrudur. İstər əxlaqi keyfiyyəti olsun, istər mənəvi dəyərlər olsun, istər milli təəssübkeşliyi olsun. Bütün cəhətlər Müşfiq müəllimdə var. İş güzarlığı, mənim dərdiklərimlə, davranışıyla, bütün cəhətlər demək olar ki, Borçalının çox layiqəl məsələsi edir. Və qeyd olunduğu kimi bir ağsaqqal kişinin böyük bir ziyalının oğludur və o mənim müəllimin oğluna bunu hər yerdə deyirəm, fəxrlə deyirəm, gülümsüylə deyirəm. Mənim demək olar ki, bu səviyyənin çatmağında, ilk dəfə qələm məqalə yazdırmağında Mədət müəllimin xidmətləri həddindən artıq böyükdür. Onun tövsiyələri, onun mənə göstərdiyi cəvər yol həmişə mənim qarşımdadır. O demək mənim qarşımda parlaq bir günəş bir parıldayır. Həmişə onun şöhlələrini mən də nəfəs alıram. Müşfiq sağ ol, can sağ ol. Halalıdır. Sədi müəllim bizim ağsaqqalımız, müəllimimiz, iş yoldaşımız, həmkarımızdır. Mədət müəllimin kürəkənliyim. Mən bu şadam bu ailələrlə. Allah Müşfiqin canı sağ olasın. Müşfiq tüm deyilənlər arasında qoşuluram. Müşfiq özü də həm də
yaxşı qardaşdır, həmişə bacalarının yanındadır. Allah bütün canı sağ eləsin, bacalarının yanında. Sağ olun. Şəkimə xanım bizim tələbə yoldaşlarımızdandır. Gözəl alimdir, gözəl müəllimdir. Filologiya, fəlsəfə doktorudur. Özünün əlanın baş verir. Nəyi təqdim edir? Gözəl qələm sahibidir, gözəl jurnalistdir, gözəl alimdir, ədəbiyyatşünasıdır. Elmira xanım danışdı, yoxsa yox? Elmira xanım bizim Borçalı Cəmiyyətin Qadınlar Şurasının sədridir. Laf gözəl, bu gün sizin məclisinizdə olmaqda çox fəxarət hissediyorum. Ən çoxundan dəyərli böyük alim evladısınız. Allah rəhmət eləsin Məhəmməd müəllim. Dünyasını istədikdən sonra düzdür, bütün evladlar valideyn üçün yazılır. Amma siz əvəzsiz xidmətlərinizdəsiniz, əvəzsiz. Siz inanın ki, Müşfiq müəllim, Mədət müəllimin tanınmasında gecələrdə o qədər dəyərli işlər görürük. Və təbii ki, elə böyük alimlər sizi kimi evladır. Allah sizə can sağlığını versin. O gün olsun ki, bu yaşınızı bizlər yarım əsrdə gəlsin. Amin. Amin. Sədi müəllim. Başlayacaq. Gülmaya xanım Azalova bizim Kuşquz tələbələrdəndir. Təpənəslidəndir, Ağalıq kəndindəndir. Kəndlərinin adı Ağa olduğu üçün özünü dağa kimi təsəvvür edirəm. Təsəvvür eləmirəm, ağa olaraq var. Mən Ağa nəslinin ağa qızıyım. Həvəzökərlikdən kənara çıxmaq istəmədim. Şairlər də belədir, şairlər dünyanın söz Allahıdır, yox. Ağa yox, ağanın Xanımlar xanımı, Gülnarə xanım Azalova. Gözəl də şairdir, amma ağalığı boynuna götürürsə, yazdığı şeirlərdən birini desin. Dünkü görüşümüz çox xoş oldu həqiqətən. Mən Qarayevdən bura gələnə kimi taksidə bəzi tələbəli illərimizdən yataqxana ilə bağlı çox xatirələr yazma düşür. Tələbə yoldaşlarımdan, şəxsən mənim tələbə yoldaşlarımdan burada yoxdur, amma burada oturanların hamısı mənə doğmadır. Çünki biz bir ailə kimi yataqxanada yaşamışıq. O daha güclü bağdır. Nəinki instituta gedib geri qayıtmayında universitet olur, bizdə institut olur. Hamımızı görməyə şadam. Təəssüf ki, gec-gec görüşürük. İnşallah ki, indən belə tez-tez görüşərik. Mənim özüm Azərbaycanın qonağıyam. Çox ümid edirəm ki, qonağı yox, daimi sakin olacaq inşallah. Onda mən özüm də təşkilatçıyam. Onda başqa cür təşkilatlar olar inşallah. Müsfiqalar kölgədə. Bakıdadır deyir, Bakıda döyür. Bakıya propiskadır deyir, Bakıda döyür. Bakıda evi var deyir, Bakıda döyür. Bakıda olmaq üçün neyini lazım? Nə vətəndaş da nə propiskam yoxdur. Sevirəm Azərbaycan tələblərini qəbul eləmir. Məhəbbətimiz bir tərəflidir. Başqa kimsə və istərdik ki, Telman müəllimi üstü olaraq işləyir. Əziz və dəyərli dostlar, çox xahiş edirəm ki, bizim İqlim Ağsaqqalımız, sevimlimiz, ustadımız, müəllimimiz, Telman müəllimi eşidək. Sağ olun. Var olun. Geçmişi genç nesli yazılmam elədir. Boşluğa
bu saatlərdə yaddaşımlar burada bu gedəcək. Ona görə mən əminəm ki, sən gələcəkdə daha təkmilləşmiş olmalı, daha geniş olmalı. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun müəllim. Yeri gəlmişkən, bütün Puşkinçiləri xüsusi olaraq nəzərinə çatdırıram ki, İsaxan müəllimin təklifi ilə, İsaxan müəllim, bugün tədbirimizdə olmayanların şərəfinə martın 22-sində yenidən görüşürük. Kim ürək istəyirsə buyurub gələ bilər. Onun təşkilatçısı şəxsən söz verib İsaxan müəllim ki, mən səndən yaxşı gözəl bir tədbir təşkil edəcəm. Və müəllim siz dediyim ki, bizim müəllimləri anmaq üçün aprelin 11-də yenə bir anım gibi təşkil edəcəm. İyunun 3-də də Gürcistanda olacaq, Darvazda. Gürcistanda olsa da orada dəvət edəcəm. Sağ olun, hamısı təşəkkürlər var. Mən biraz əlaqəm var onlarla, xahiş edəcəyim. Nə yaxşı ki varsınız. Biz bütün müəllimlərimizin xətrini sizdən alırıq. Allah sağlıq sayləsin, ömrünüz uzun olsun. Nə qədər ki siz varsınız, biz müəllimlərimizi yada salacağıq. Doğrudur, mən atam kimi yada salacağım, bir başqası bir qohum kimi yada salacağım mənə. Amma siz nə qədər sağsızsa, biz müəllim deyəndə, Telman müəllim deyəndə, o müəllim sözünün içində bütün müəllimlərimiz azdaxırlar. Sağ olun, var olun və mən ona görə də istədim ki, çox istədim ki, sizin məhsulunuz olasınız. Var olun. Telman müəllimə xüsusi olaraq təşəkkür edirəm. Telman müəllimi yubileyir, bəli. Telman müəllimi mən təbrik edirəm. Telman müəllimi mən mətbuatda təbrik eləmişəm. İki o qəzetləri gətir bura. 3 qəzetdə Telman müəllimi haqqında bir səhvə yazı vermişəm. Kitabda vermişəm, ensiklopediyada vermişəm. Sağ olun, tutat gətirirəm mən. Hətta sizin şərəfinizdə bir 100 dənə də qəzet gətirmişəm. Orada da qəzetlərdən var əlavə, kim rəisli qəzetdə götürəm. Sağ olun müəllim. Sağ olun, Telman müəllim sağ olun. Əziz dostlar, müəllimimiz Telman müəllim sağ olun. Sağ olun. Akşam çocuklar Sağ olun. Vəziyə xanım maşından alır. Məziyə xanım, mən ən çoxu yeri gələndə bunun işliyinə görə daha çox Bakı tələbə yoldaşlarla görüşdük, bir qulaqlarla görüşdük, borçlarla görüşdük, bir gün məmurlarla görüşdük. Bir qərarlardır ki, yenə bir tələbə yoldaşlarla görüşdük. Zaten nəzərdə onu tutub, bir qohuma qədər Kələbəli illəri nə gözəl ki var olun. Dünən də mən elə ona görə bizim bir başqa bir tələbə yoldaşımızı paylaşdırdım. Belə də hətta özünü düzəltdik. Tələbəli illəri manisi paylaşdım. Bununla baxımda yoxsa yox. Dursun yadındadır. Kahvələrin qarşı. Kahvələ də yox. Gürcistan da yox. Aşıq Burada kəsin xanım sağ olun. Sağ olun. Səxan bununla olan şəkildə bax, özləmələri bununla. Aşıq çövrək. İlmi rəhbərimiz Məhəvən Salam. Yoxdur. Araq gətirir. Səsli batırsa, yaxşı Sən dedi səhər qarşılayıram bizi. Mən getdim aeroporta, gözüm yolda, zəng elədim. Yox, gəlib, Səməd Bakıdadır. Yaxşı. Sadəcə olaraq mən sizin hamınızdan onun yerinə üzr istəyirəm. Bax, özü də eşidir. Ürəyi buradadır. Müəyyən səbəblərdən burada yoxdur. Amma deyir ki, kim məni çox istəyirsə, 2-3 nəfər sakit bir kiçik qrupda görüşə bilərik. Qardaş, bax, müəllimimiz Telman müəllim.
Sözler başlı təmizlik sana. Niye öyle? Bak kardeş, hamı görürsen gör. Bak görürsen. Gördüğünü de hele hanım kusu selam diye. Bak. Bak. Sağ mı? Ben nasıl zannediyorum? Abi Zaki. Abay Sevda'nın yoldaşı Abay. Murtuz. Sevda Çəmənli. Güzel insan. Sonra kim görmek istiyorsan? Benim adına değerli kardeşim de görür. Dersen cebine falan. Valla seherden gelende boylandı, sürece sen aklardım. Kes demek buralardan. Semet buradadır, buradadır. Öyle mi? Ben deyim de diyeyim. Semet başladır, müəyyən səbəblərdən burada iştirak eləmir. Ancaq kim Səmədi daha çox istəyirsə, 2-3 nəfərlə sabah görüşdürə bilərəm. Səmədə eşq olsun. Gördüm yani. Səmədi gördüm. Müəllim, gözəl insan da tanıyırsan mı? Nusret müəllim, Paşayır. Durayım. Sağ ol kardeşim, var ol. Öpürəm kardeş. Sağ ol kardeş. Sağ ol, var ol. Bütün hamle adından sana xüsusi təşəkkürlər, sabah görüşürük. Öpürəm. Bu ne belə bağlı belə şey oldu. Tebrik istəyərdim. Edin, bir gürültülü alqışlar. Səsləndirin. Müşfiq bəy Borçalı, bu günləri onun yubileyidir. Ne az ne çok, çünkü yaşınızı söyledi dostlar. 55 yaşı tamam olur. Bir daha bir gürültülü alqışlar. Dostların adından, kolektivin adından deyirik. Dünyanın en güzel nimeti olan can sağlığı arz edir size. Uzun ömür, can sağlığı, bütün işlerinizden müvəffəqiyyətlər arz edir. Ve deyirik ki, bu yaş size yalnız ve yalnız sevgi, mühebbet, səadət dolu günlər bəxş eləsin. Və xüsusi olaraq bir mahnı istədi məndən Müşfiq bəy. Yaşa Azərbaycan, elə bu mahnını da səsləndirirəm. Yaşasın Azərbaycan, yaşasın Azad. Azərbaycan, Müşfiq bəyin qonaqları. Var olsun Azərbaycanımız. Üçrəngli bayrağımız daim ucalarda zirvələnsin. Azərbaycan ordusuna eşq olsun. Şanlı ordumuzun rəşadətin eyranıyıq. Döyüşən hər əskərin cəsarətin eyranıyıq. Ali baş komandanın siyasətinin eyranıyıq. Düşmanı yaman saldı çaş başa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Seni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan. Yaşa Azərbaycan. Seni dünya tanıdı birbaşa Azərbaycan. Yaşa Azərbaycan. İki devlet, bir millet, hiç sual sorgusu yok. Nasıl bir devletinse bizim kimi ordusu yok. Neçə devlet yığılıp gelse yine korkusu yok. Küreğin söküldü kardeş Azerbaycan. Yaşa Azerbaycan. Dilimizde bir şuar var, yaşa Azerbaycan. Yaşa Azerbaycan. Seni dünya tanıdı birbaşa Azerbaycan. Yaşa Azerbaycan. Dilimizde bir şuar var, yaşa Azerbaycan. Yaşa Azerbaycan. Seni dünya tanıdı birbaşa Azerbaycan. Yaşa Azerbaycan. Cəm edib Azərbaycan vətən övladlarını, keşiyində görə hər an vətən övladlarını. Vətən uğrunda verən can vətən övladlarını, qızıl hərflə yazır yaddaşa Azərbaycan. Yaşa Azərbaycan. Dilimiz
yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan, yaşa Azerbaycan. Dilimizde bir şuur var, yaşa Azerbaycan, yaşa Azerbaycan. Seni dünya tanıdı bir başa Azerbaycan, yaşa Azerbaycan. İlhamla ileriye gedirik, sevirik biz vətəni. Sabaha ümidlə baxırıq, umutmuruq dünəni. Sən özün fikirləş ki, kimsən adı erməni. Səni saldı necə dağdan daşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Bu 30 il bizə vermiş elə işgəncə zülüm. 30 ildə itirib ətrini xarı bülbülüm. Budur məqsəd və amal, ya Qarabağ ya da ölüm. Bir dənə gülləsin atmır boşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Sen yalanlar istəyir, həqiqətlər axtardın. Hansı ki həqiqətlər içində hər vaxt vardın. Nə gözəlir bu faiz torpağını qaytardın. Sən bütövlüklə gəlirsən xoşa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Dilimizdə bir şuar var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Səni dünya tanıdı bir başa Azərbaycan, yaşa Azərbaycan. Bir daha alqışlayaq səbəbkarımızı, bir daha alqışlayaq. Təbrik edirəm sizi Müşfiq bəy.